Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizdən 2027-ci il 11-ci siniflərin din buraxılış imtahanına düşəcək olan yeni inşa bölməsinə aid olan bir inşa nümunəsi ilə işləyəcəyik. Əsasən Azərbaycan dilində yazılan cümlələri ingilis dilinə keçirəcəyik. İnşa din tələblərinə uyğun formada yazılıb. Təqribən 100-110 arası söz var. Sonda lap dəqiq hesablayarıq ingilis versiyasında. Mötərizə içərisində böyük hərflərlə yazılanlar əsasən bağlayıcı sözlər, ara sözlər, linking wordslərdir ki, bu da tələblərdən biridir. Mütləq inşalarda istifadə olunmalıdır. Hər cümlədə və ya bəzi cümlələrdə müəyyən xüsusi texnikalar var. Yəni burada həm izahatımız ümumi ingilis dilində cümlə qurma qaydası necədir və xüsusi qeydlər də olacaq. Yəni xüsusi məsələlər, texnikalar var ki, onlardan da istifadə edəcəyik. Çalışdığım qədər xüsusi məsələləri qırmızı dairəyə alacağım və ya çevrəyə alacağım ki, biləsiniz ki, bu xüsusi bir texnikadır. Onun üzərində daha çox məşq eləmək lazımdır. Başlayaq inşaya. Deməli, birinci cümlədə ümumiyyətlə inşanın adı What are the benefits of keeping a daily plan? Gündəlik planlaşdırmanın, gündəlik plan qurmağın, gündəlik planı saxlamağın benefits, faydaları nədir? Birinci cümlədə verilən inşaya ümumi yanaşma qeyd olunmalıdır. Təbii ki, bu hər üslubda fərqli-fərqlidir. Mənim yazdığım 12 cümləli inşa üslubunda hər zaman birinci cümlədə ümumi yanaşmanı ortaya qoyuram. Mənim fikrimcə in my opinion verə bilərik, ən məşhur. Təbii ki, bunu digər inşalarda fərqli-fərqli variantlarda da yazmaq olar. In my opinion, mənim fikrimcə gündəlik planlaşdırma insanlar üçün faydalıdır. Bu cümlədə birinci mübtəda, sonra xəbər, tamamlıq varsa tamamlıq, sonra digər cümlə üzvləri yazılmalıdır. Ümumiyyətlə, bu ümumi təməl qaydadır, cümlə qurma qaydasıdır. Təbii ki, birinci Azərbaycan dilində bilirik ki, cümlənin mübtədası nədir, onu aydınlaşdırırıq. Bu cümlədə cümlənin mübtədası gündəlik planlaşdırmadır. Gündəlik daily'dir, daily. Səhv yerə yazıb. Gündəlik daily'dir. Planlaşdırma isə ümumiyyətlə planlaşdırma, mamə şəkilsi olduqda, yəni hərəkətin özünü ifadə etdikdə, məsələn, enter daxil etməkdir, entering ing verdikdə daxil etmə. Prosesin özünü, yəni gerund yaranır, prosesin özünü, hərəkətin özünü işarə etdikdə ing şəkilsi ilə, mamə şəkilsini qısa olaraq ing şəkilsi ilə yaradırıq. Daily planning. Daily plan, gündəlik planlaşdırma feilinin ing artırmaqla daily planning, yəni gündəlik planlaşdırma. Mamə şəkilsi burada ing oldu. Bu formada yaratdıq. Bu bizim oldu mübtədamız. Mübtədadan sonra xəbər verməliyik. Xəbərimiz baxırıq ki, adətən hərəkət olur. Bu cümlədə hərəkət yoxdur. Hərəkətsiz cümlələrdə əsasən dir, id şəkilsi olur və ingilis dilində bunun qarşılığı to be-dir. Am, is, are, was, were. Təbii ki, dir ingilis dilində, yəni is, are olacaq indiki zaman olduğuna görə is və ya are hərəkətsiz cümlələrdə dir şəkilsi is və ya are olaraq, xəbər olaraq verilir. Bu da mübtədanın tək və cəm olmasından asılıdır. Təbii ki, daily planning tək olduğuna görə are yox, is verəcəyik. Is təbii ki, xəbərə bitişik olan, xəbərin sadə dilləndisək, xəbərin yanında olan sözü ingilisində də is və ya are'ın to be-nin yanında yazmaq lazımdır. Faydalıdır, is useful. Is useful faydalıdır. Aha, xəbəri də tamamladıq. Daily planning is useful. Gündəlik planlaşdırma faydalıdır. Mübtəda xəbər və ya varsa tamamlıq. İndi bu cümlədə təbii ki, tamamlıq yoxdur. Tamamlıq əsasən nəyi, nəyə, kimi, kimə sualına cavab verir. Olduqda onu yazırıq. Amma burada tamamlıq olmadığına görə mübtəda xəbəri yazandan sonra diqqət edirik ki, hansı cümlə üzvü qaldı. Azərbaycan dilində baxırıq. Sanki zehnimizə ixtisar edirik. Gündəlik planlaşdırmanı yazdıq, faydalıdır yazdıq. Qaldı insanlar üçün. Təbii ki, üçün ingilis dilində sözün olduğuna görə in, on, at, for, from, with. Bu sözünlər hər zaman ingilis dilində Azərbaycan dilinə əksinə olaraq aid olduğu sözün əvvəlində gəlir. Məsələn, Bakıda Baku, in yox, in Baku olur. Yəni, şəkilci və sözün əvvəldə gəlir. Ona görə insanlar üçün yox, üçün insanlar yazacaq. Üçün, fordur, insanlar, people. Aha, bu oldu bizim birinci cümləmiz. In my opinion, mənim fikrimcə daily planning, gündəlik planlaşdırma is useful, faydalıdır for people, insanlar üçün. İkinci cümlədə deyir ki, gündəlik plan insanlara kömək edir, çünki o vacib tapşırıqları göstərir. Aha, burada artıq çünkidən sonra ikinci cümləmizdə hər zaman ən əsas səbəbi, fikri, arqumenti ortaya qoymaq lazımdır ki, bu da dim tələblərinə
cavab verir. Ən azı inşada 2 dənə səbəb və nümunələri verilməlidir ki, burada da çünkidən sonra o vacib tapşırıqları göstərir. Aha, ən əsas səbəblərdən biri. Bu cümləni yazaq. Təbii ki, burada çünki var. Çünki bağlayıcısına qədər bir cümlə var. Çünkidən sonra başqa bir cümlə var. Birinci cümlədə deyir ki, gündəlik plan insanlara kömək edir. Yenə mübtədamız nədir? Mübtəda, xəbər, tamamlıq. Bu ardıcılığı unutmuruq. Geri qalan cümlə özlərini sonradan yazırıq. Təbii ki, məkan sonra zaman gəlir əgər varsa. Amma ümumən mübtədanı seçib birinci yazmaq lazımdır. Qətiyyən ingilis dilində, Azərbaycan dilində olan ardıcılıqla getmək olmaz. Gündəlik plan nə verəcək? A daily plan. Burada artıq plan sayılan təksim olduğuna görə artikelda verilməlidir. Niyə Z yox artikeli veririk? Qeyri-müəyyən olaraq danışırıq. Məxsus bir plan, zeynimizdə məlum olan, bizə məlum olan bir plandan söhbət getmir. Ümumi bir plandan danışdığımıza görə a daily plan, gündəlik plan insanlara kömək edir. Biz kömək edir insanlara yazacaq. Birinci mübtəda, daha doğrusu xəbər, sonra tamamlıq verilməlidir. Biraz mübtəda, xəbər və ya cümlə üzvlərini biraz aralı yazıram ki, sizin üçün daha rahat olsun. A daily plan kömək edir, help. Təbii ki, burada artıq help yox, helps yazacaq. Çünki hərəkətli cümlələrdə, yəni feil verdikdə feilə s verib verməmək məsələsi var. Bilirsiniz ki, s verdikdə tək olur feil, s vermədikdə cəm olur. İsmin tərsinəsi. Yəni help cəmdir, amma helps tək. Niyə helps verdim? Çünki mübtədamız daily plan təkdir deyə xəbəri də təkdə vermək lazımdır. A daily plan helps kömək edir. İndi tamamlıq verməliyik. Kimə? İnsanlara. People. Ümumiyyətlə insanlara AE şəkilsi to'dur. Bəzən indi şagirdlərin zehnindən fikirləşirəm. O baxış açısından çalışıram izah edim ki, sadə dillə izahatımız olsun. Burada insanlara AE şəkilsi to'dur. Bəli, two people olmalıdır belə baxanda, amma bəzi feillər var ki, help də onlardan biridir. Bu feillərdən sonra sözünə əsasən to gəlməz. Sözünü qadağandır. Ona görə helps two people yox, helps people olacaq. A daily plan helps people because, çünki birinci cümləmiz artıq bitdi. Ara sözləri böyük hərflərdən yazaq. Çünkidən sonra o vacib tapşırıqları göstərir. O dedikdə təbii ki, it verə bilərsiniz, zis verə bilərsiniz. Mən it verdim. Burada mübtədamız it idi, o yəni. Xəbərimiz isə burada göstərirdi. İkinci göstəri vermək lazımdır. Vacib tapşırıqları yox. Göstərir, sonra nəyi göstərir? Nəyi sualına cavab verən tamamlıq, yəni vacib tapşırıqları nəyi? Onu isə üçüncü yazmaq lazımdır. It, o göstərir. Göstərmək ən sadə sizin bildiyiniz show'dur. Təbii ki, yenə shows yazacaq. Çünki it mübtədamız təkdir. Show yox, shows olacaq. It shows, o göstərir. Vacib, yəni important. Important tapşırıqlarda assignment, task var. Task daha uyğundur. Yəni belə ümumi tapşırıq mənasında dedikdə, gündəlik tapşırıqlar olduqda task daha uyğundur. Important tasks. Vacib tapşırıqları göstərir. It mübtəda, shows, xəbər, important tasks olacaq bizim tamamlığımız. Üçüncü cümlədə şagirdlər məktəb günləri üçün sadə planlardan istifadə edirlər. Yenə mübtədamız burada şagirdlərdir, students. Xəbərimiz olacaq, istifadə edirlər. Amma burada istifadə edirləri biz sadə də verə bilərik, davam edici formada da verə bilərik. Sanki hərəkət davam edir, yəni bu günlərdə baş verir, amma ümumi də verə bilərik. Ümumi verdikdə use verəcəyik, şagirdlər istifadə edir. Hətta istifadə edə bilir də deyə bilərik. Məsələn, can use istifadə edə bilir. Can artırdıqda istifadə edir yox, istifadə edə bilir və ya istifadə edə bilər. Bu kimi olur. Yəni söz artımı üçün can yaxşıdır, amma mən ümumən burada yazıldığı kimi yazacağam. Students use. Tələbələr və ya şagirdlər istifadə edir. Aha, mübtəda xəbəri verdik. Mübtəda xəbəri verdikdən sonra baxırıq ki, üçüncü tamamlıq gəlməlidir. Tamamlığımız varmı? Nəyi, nəyə, kimi, kimə sualına cavab verən varmı? Şagirdlər istifadə edir. Nəyi? Sadə planlardan istifadə edir. Əsasən bizim dildə planlardan istifadə edir olur, amma planları istifadə edir əksinə. Yəni burada sadə planlar tamamlıqdır. Planları nəyi? Sadə planları. Sadə planlar simple tasks verə bilərik. Daha doğrusu plan, tapşırıq yox. Plans. Planlar deyir. Students use simple plans. Sadə planlardan istifadə edə bilir. Məktəb günləri üçün. Yenə üçün əvvəldə gələcək, çünki sözün əvvəldə gəlir. Məktəb günləri school days. Aha, school sözünü səhv yazdı. For school days. Deməli burada mübtədamız students use istifadə edir.
xəbərimiz simple plan, sadə planlardan for school days, məktəb günləri üçün. Bu da səbəblərdən biri. Həmin bu üçüncü cümlədə olan arqumentə, fikrə dördüncü cümlədə məsələn verir. Məsələn, onlar ev tapşırıqlarını və dərs vaxtlarını dəftərlərdə yazır. Bu üçüncü cümlənin bir for example-dır. Bu da dimin tələblərindən biridir ki, mütləq şəkildə məsələn, for example nümunə verilməlidir. Bu cümlə necə yazılır? Məsələn, təbii ki, for example, for instance da verə bilərik. For example, onlar ev tapşırıqlarını, onlar mübtədamızdır, onlar olacaq zey. Ev tapşırıqlarını və dərs vaxtlarını dəftərlərdə yazırlar. Yazırlar təbii ki, write-dır, xəbərimiz yazırlar olacaq. Yenə burada yenə deyirəm, can write da verə bilərik, xəbəri biraz fərqləndirmək üçün belə deyək. Write ya onlar yazırlar, mübtəda və xəbəri verdik. Mübtəda xəbərdən sonra onlar yazırlar. Nəyi yazırlar? Ev tapşırıqlarını və dərs vaxtlarını. Ev tapşırıqlarını, homework, onların ev tapşırıqları da məsələn ola bilər. Deyə homework, onların ev tapşırıqlarını və deməli dərs vaxtlarını. Dərs vaxtlarını, yəni çalışma vaxtlarını, oxuma vaxtlarını buna bir study times da deyə bilərik. Study, yəni elmi vaxtlarını, dərs vaxtlarını, çalışma vaxtlarını. Bax, burada bir zey mübtədanı, write xəbəri, deyə homework and study times tamamlığı verdik. Mübtəda xəbər tamamlıq hər zaman birinci gəlir. Mübtəda xəbər tamamlığı verəndən sonra ixtisar edin zehninizdə. Görün, başqa nə cümlə üzvü qaldı. Onlar yazılar ev tapşırıqlarını və dərs vaxtlarını dəftərlərdə. Bu məkan qaldı axırda. Təbii ki, məkanlar axırda yazıldığına görə dəftərlərdə in notebooks. Notebook təbii ki, dəftərdir. Dəftərlərdə Z verməyəcəyi isimdə adətən Z müəyyən olduqda verilir. Notebooksa Z verməyə ehtiyacı yoxdur. Sadə deməli izahdır. Vəssalam. 5-ci cümlədə bundan əlavə in addition yaza bilərik. Deməli in addition əlavə olaraq besides it var, additionally var, in addition var. Başqa cür belə deyə linking word-lərdən istifadə edə bilərsiniz. Ən əsas işlənənlər budur. In addition əlavə olaraq moreover da var üstəlik. Deməli deyir ki, hər gün üçün aydın məqsədlər var. Ümumi vardır ifadələri ki var. Bax, burada varı xüsusi bir çərçivəyə alın. Çünki deməli belə bir məsələ var. Var ingilis dilində şagirdləri çaşdıran məsələdir. Var görən kimi adətən həfəz verirlər. Amma həfəz, daha doğrusu var iki cürdür. Yəni biri var mənsubiyyət, kiminsə var, mənim var, sənin var. Burada bu zaman həfəz istifadə olunur. Amma ümumi haradasa var və ya ümumi hər gün üçün aydın məqsədlər var. Ümumi olaraq var, haradasa nəsə var dedikdə zeri-zira quruluşundan istifadə eləməliyik. Təbii ki, yəni yazırıq, iz və ya ar olmağı bunun nə var? Var olan nədir? Məqsədlər cəm olduğuna görə ar verəcəyik. Yəni bu zirada həmin bu cümlənin xüsusi bilinməli olan texnikalar, cümlə texnikalarından biridir. Vardır məqsədlər. Vardır aydın məqsədlər daha doğrusu. Clear, aydın, yəni bilinən, aydın. Məqsəd, goals daha ümumi, daha yaxşı çıxar. There are clear goals. Vardır aydın məqsədlər. Ümumiyyətlə, zeri-zira cümlə quruluşunda qayda budur. Zeri-ziranı birinci yazmalısınız, sonra var olan nədir, o nəyini yazmaq lazımdır. Bu şərti mübtəda kimi sanki hesab olunur. Zira vardır, clear goals, nə vardır? Aydın məqsədlər. Geri qalanı sonra yazacaq. Hər gün üçün. Hər gün üçündə təbii ki, yenə üçün hər gün yazacaq. Üçün sözünü əvvələ keçir. İngilis dilində sözünlər özündən sonraya aid olur. Ona görə Azərbaycan isə tərsinə üçün əvvəlki sözə aiddir, hər günə aiddir. İngilis dilində bu tərsinədir. Birinci ona görə üçün yazacaq. For, hər gündə each day verə bilərik. Each day. There are clear goals for each day. Hər gün üçün aydın məqsədlər var. Bu da bir səbəblərdən biri idi. 6-cı cümlədə nə zaman ki insanlar planlara əməl edir, onlar işi daha asan bitirirlər. Nə zaman ki insanlar planlara əməl edir. Bir cümlə, onlar işi daha asan bitirirlər. İkinci cümlədə. Birinci cümlədə nə zaman ki ümumiyyətlə when-lə verə bilərik. When, nə zaman ki insanlar əməl edir planlara. Bu cür verəcəyik. Əməl edir planlara, yəni planları yerinə yetirir mənasındadır. Yerinə yetirirdə bilirsiniz ki, follow, izləmək, həm də yerinə yetirmək, təqib eləmək, onlara əməl eləmək mənasındadır. Onu istifadə edə bilərik. Təbii ki, birinci mübtədanı verək. People follow
mübtəda xəbəri verdi, indi tamamlıq verməliyik. İnsanlar yerinə yetirir planları. Planlar nə olacaq burada? Təbii ki, plans olacaq. Biraz cümlə üzvlərini aralı saxlayaq. Plans. When people follow plans, nə vaxt ki, insanlar əməl edir, yerinə yetirir planları. Onlar işi daha asan bitirirlər. İkinci cümləyə keçsim. Onlar mübtəda zey. İşi daha asan bitirirlər. Bitirmək finish verə bilərik ən sadə. Finish bitirirlər nəyi? İşi. İşi normal ümumi işlə söhbət getdikdən work verəcək. Asan isə easy-dir. Təbii ki, bilirik easy-dir, amma burada easy yox, easily yazacaq. Çünki bilirik ki, sifət hərəkətə aid olduqda, ismə yox, hərəkətə aid olduqda onu elvaya artırmaqdan onu zərfə keçirmək lazımdır. Burada asan işə aid deyil, bitirməyə aiddir. Onlar bitirir işi asan. Asan, yəni bitirmək, hərəkətə aid olduğuna görə zərf olaraq easily verəcək. Cümləmiz yəqin ki, düz oldu. When people follow plans, they finish work more easily. Əla. 7-ci cümləyə keçirik. Bir faydalı vərdiş düzgün istirahət etmək üçün vaxt planlaşır. Bir faydalı vərdişdə, yəni başqa bir faydalı vərdiş, bunu məsələn verə bilərik. Bu sanki ara söz kimidir. Mübtədadır daha doğrusu. Bir faydalı vərdiş düzgün istirahət etmək üçün vaxt planlaşdırmaqdır. Mübtədamız bir faydalı vərdiş. Bir faydalı vərdiş. One useful habit. One useful habit deməli, useful səhv yazdıq. Bu cümlədə hərəkət yoxdur. Bu cümlənin xəbəri is olacaq. Çünki planlaşdırmaqdır. Nədir? Burada planlaşdırmağı bir hərəkət kimi vermişik. Planlaşdırmaqdır. Dırdır. Burada təbii ki, ingilisini artıq bilirik ki, is ardır. İdi olduqda keçmiş zaman was were olur. Amma indiki zaman olduğuna görə dırdır, is ya da are. One useful habit mübtəda olaraq tək olduğuna görə is verəcək. Bir faydalı vərdiş is dırdır. Nədir? Planlaşdırmaqdır. Belə hərəkətin özünə cəmlənəndə planlaşdırmağı nə? Artıq biz hərəkətin nə sualına cavab verən isim kimi, gerund kimi verdiyimizə görə ayıncı artıracaq. Birinci cümlədə dediyimiz kimi bir feilin hərəkətin özünə kökləndiysə, hərəkətin özündən danışırıqsa, məsələn, mən üzməyi sevirəm. I like swimming. Swimming, üzməyi, nəyi? Ayıncı artırdıqda bu isimləşir və mamə və ya maqmək şəkilsini əvəz edir, sadə dillə desək. One useful habit is planning. Bir faydalı vərdiş planning. Tez-tez təkrar edirəm ki, cümləyə yazılsa, nəyə yazdığımızı bilək, şagirdlər də gələ eləsin. Bir faydalı vərdiş is planning, planlaşdırmaqdır. Qaldı nə? Düzgün istirahət etmək üçün vaxtı. Planlaşdırmaqdır. Nəyi? Vaxtı. Birinci biz vaxtı yazacaq, time. Çünki tamamlığımız nəyi sualına cavab verən time'dır. Düzgün istirahət etmək üçün isə sonda gəlir. Burada məsələ nədir? Maq üçün, mək üçün, düzgün istirahət etmək üçün. Maq üçün, mək üçün ifadələri yadınızda qalsın. Əsasən to ilə işlənir. To bərabərdir maq üçün, mək üçün. Yəni düzgün istirahət et, mək üçünü to ilə veririk. İstirahət etmək rest olacaq. To rest. To rest, yəni ümumiyyətlə cümlənin ortasında feilin əvvəlinə to verdikdə, məsələn to enter, daxil etmək üçün, to rest, istirahət etmək üçün. To burada mək üçün, maq üçün əvəzləyicisidir. Və düzgün properly, correctly, qaydalı şəkildə, regularly məsələn ola bilər. Müəyyən sinonimlərdə verməkdə də fayda var, söz təkrar olmasın. Bir də burada bu məsələyə diqqət edək ki, bunu da xüsusi qeyd olaraq yadda saxlayaq. Ümumiyyətlə maq üçün, mək üçün, yəni bu da deməli bizim texnikalarımızdan biridir. Bunu da yadda saxlayaq. Bu bərabərdir to-ya. Və burada bir məsələ də var. Onu da izah edeyim. Bu da çox önəmli məsələdir. Məsələn, burada düzgün istirahət etmək. Biz amma istirahət etmək düzgün yazdıq. Bilin ki, ingilis dilində feili birləşmələr, istər feilin yanında sifət olsun, istər zərf olsun, nə olur olsun, feili birləşmələr ingilis dilində tərsinə yazılır. Birinci feil sonra verilir. Məsələn, futbol oynamaq deyirik biz. Amma ingilis dilində bu oynamaq futbol olur. Biz futbol play deyirik ingilis dilində tərcüməsinə əsasən. Amma onlar play futbol deyir. Yəni bu şeyə diqqət edin ki, cümlə ortasında zehninizə gələn feili birləşmələri tərsinə yazmaq lazımdır. Birinci feil, sonra məsələn ismi, zərfi, hər nə gəlirsə digərini yazmaq lazımdır. 8-ci cümlədə erkən planlaşdırılan tapşırıqlar adətən tez tamamlanır. Bu cümlənin mübtədası erkən planlaşdırılan tapşırıqlardır. Təbii ki, belə cümlələrdə an, ən, ilan, ilən olduqda, yəni bu şəkildə olduqda planlaşdırılan bunlar olduqda, bunu da qırmızıya alaq, bunu which-lə əvəz edəcəyik. Bu tipli təsviri olan hissələrdə
keçən inşada da dedim, məsələn, filan paltarı geyinən insan kim ki geyinir filan paltar olacaq ingiliscəsində. Məsələn, burada erkən planlaşdırılan tapşırıqlar. Əslində bunu biz ingiliscəsində belə yazacağıq. Tapşırıqlar hansı ki erkən planlaşdırılır. Bu yəni çox önəmli bir məsələdir. Təsviri bu ingilis Azərbaycan dilində daha doğrusu şagirdlərin ümumiyyətlə hər kəsin inşa yazarkən zehninə gələn cümlə texnikalarından, cümlə quruluşlarından biridir, ifadə texnikalarından daha doğrusu biridir. Adətən bunu ingiliscə necə keçirəcəklərini şagirdlər bilmirlər. Ona görə burada yadınızda qalsın ki, belə ifadələrdə təsvir verdikdə onun təsviri sonra da veririk. Əsas birinci tapşırıqları verməliyik. Məsələn, tapşırıqlar olacaq tasks. Sonra onu hansı ki who və ya which ilə, qısası who və ya which qaydası deyək buna sadə dillə. Canlıdırsa who, cansızdırsa which ilə təyin edəcəyik. Tapşırıqlar cansız olduğuna görə tasks which tapşırıqlar hansı ki planlaşdırılır erkən. Bax, yenə erkən planlaşdırılır yox, planlaşdırılır erkən. Yenə feili əvvələ atacaq. İngiliscə feili birləşmələrdə feil əvvələ gəlir ingiliscəsində. Planlaşdırmaq təbii ki plandır. Amma biz burada plan yox, are planned yazacaq. Diqqət edin bu məsələyə. Bu are planned passive voice. Bu da başqa bir texnikalardan biridir. Burada iki texnika belə deyək bizim dilləndisək, toqquşub. Həm which qaydası toqquşub burada, which məsələsi. Həm də yəni tərsdən izahat vermək. Həm də burada are planned. Ümumiyyətlə to be və üç passive voice mövzusundan qrammatika qaydasına bilir ki, are to be-dir. Ed də yəni feili üçüncü formaya çevirən hissəcikdir. To be və üç düsturunda bir feili yazdıqda o artıq hərəkəti özü edir yox, kimsə tərəfindən edilir mənasına gəlir. Məsələn, burada bizə deyir ki, erkən planlaşdırılan tapşırıqlar, amma burada isə deyir ki, tapşırıqlar hansı ki erkən planlaşdırılır, özü planlaşdırmır, kimsə tərəfindən planlaşdırılır. Yəni bu planlaşdıran olsaydı, o zaman bu söhbət olmayacaq idi. Passive voice məhsul növdə olmayacaq idi. Amma planlaşdırılan deyirsə kimsə tərəfindən, to be with, yəni passive voice düsturu ortaya gəlməlidir. Are planned. Aha. Tasks which are planned. Erkən dedikdə təbii ki, erkən dedi ingilis dilində. Bu oldu bizim mübtədamız. Erkən planlaşdırılan tapşırıqları bu formada yazırıq. İndi keçirik xəbərimizə. Xəbərimiz də bizim olacaq. Adətən daha tez tamamlanır. Tamamlamaq completeddir. Təbii ki, burada da diqqət edin ki, yenə passiv var. Tamamlayır demir, tamamlanır deyir. Tamamlanır, yəni kimsə tərəfindən tamamlanır. Məhsul növdədir bu xəbər. Yəni özü etmir hərəkəti. Tamamlayır demir, tamamlanır. Kimsə tərəfindən tamamlandığına görə yenə biz burada complete yox, is complete və ya are complete verəcəyik. Təbii ki, burada mübtədamız söhbət tasks tapşırıqlardan getdiyinə görə bu xəbərində mübtədası tasksdir. İzahat belə deyək, izah cümləsi olduğuna görə nisbə vəzi ilə veririk. İkinci cümlə əslində əsas cümlənin xəbəri olan tamamlanır. O da tasks tapşırıqlara aid olduğuna görə mübtədamızı yenə are-la verəcək. Are completed. Təbii ki, burada adətən bilirsiniz ki, adətən sözü ki var. Usually, often, always, sometimes, just, already. Bu kimi zaman zərfləri adətən deməli mübtəda və xəbərin arasına girir və xəbərdə bir neçə komponent varsa, ilk komponentlə ikinci komponentin arasına girir. Are usually completed. Bax, burada yenə eyni. Məsələn, burada tamamlanır. Məsələn, bu hissəni qırmızıya ala bilərik ki, yəni bu da passive voice yaradır. Burada da are usually, bu da passive voice-dir. Are usually completed, adətən daha tez tamamlanır. Tamamlanır daha tez. Daha ümumiyyətlə ingilis dilində sifətə aid olduqda more və ya irdir, müqayisə dərəcəsi. Məsələn, fast sürətli, tez deməkdir. Sürətli, faster olduqda daha sürətli olacaq. Tasks which are planned early are usually completed faster. Aha, bu da cümləmiz əla. 2 dənə texnika oldu. 9-cu cümləyə baxırıq. Plan özünə inama da müsbət təsir göstərə bilər. Aha, burada xəbər əla xəbərdir. Bu xəbəri mən çalışıram ki, hər inşada istifadə edim. Çünki uzun sözlü, yəni bir neçə 7 söz əslində yaradır və hər inşada istifadə oluna biləcək bir xəbərdir. Bu cümlədə plan, plan, təbii ki, plan dedikdə plan olaraq deyəcək, mübtəda da sayılan tək isimdir. Xəbərimiz olacaq, bax bu hissə ki var, bax bu hissəni də qırmızıya alım. Da müsbət təsir göstərə bilər, yəni da müsbət təsirə sahib ola bilər. Bilərkəndir, modal feildən istifadə edirik. Da burada həmçinin mənasında da olduğuna görə can also have a positive effect on. Bax bu hissəni yadda saxlayın. Bu hissə qırmızı ilə
əhatəyə aldığım hissə ilə eynincilsində qarşılıqlı. Can also have a positive effect. Plan var, həmçinin müsbət təsiri on. 10 üzərində deməkdir. Nəyin üzərində? Ondan dərhal sonra yazacaq. Özünə inama da deyirsə, özünə inam üzərində, yəni özünə inam da confidence-dir. Özünə inam dedikdə ümumi inamdan söhbət getdiyinə görə təbii ki, confidence səhv yazılır, confidence. Can also have a positive effect on confidence. İnam üzərində müsbət təsiri var. Aha, bu da olacaq bizim deməli cümləmiz tamamlanır. 10-cu cümlədə lakin, adətən belə lakinə başladılar, but yox, however vermək daha düzgündür. Yəni daha əvvəldə əsasən however gəlir. Bəzi insanlar planlarına müntəzəm əməl etmir. Aha, biz artıq 10-cu cümlədə müsbət faydalardan, ümumi danışıqlardan keçsək mənfi tərəflərinə, bu da demin tələblərinə biridir, qeyd eləməliyik. Lakin bəzi insanlar planlarına müntəzəm əməl etmir. Mübtədamız burada bəzi insanlardır. Some people. Əməl etmir biraz əvvəl dediyimiz kimi follow'dur, yəni yerinə yetirmir. Follow versək some people bəzi insanlar əməl edir olur, amma əməl etmir dedikdə don't follow, do not follow. Təbii ki, bilirik ki, bir feili inkara keçirmək üçün do did does-dan istifadə edirik. Əvvəlinə keçir do did does. Yəni və ya notda do did does artırılır. Məsələn, bəzən uşaqlar çalışır, some people not follow falan verir. Follow not verir, yəni belə səhv edir. Xeyr, feillərin inkarı özü ilə yox, do did does-dan düzəlməlidir. Mən gedirəm, I go, mən getmirəm, I don't go. Bu kimi. Some people don't follow. Yerinə yetirmir. Nəyi? Yenə tamamlıq verməliyik. İnsanlar planlarına, onların planlarını yerinə yetirmir. Their plans. Və bundan sonra da verəcəyik. Deməli, bəzi insanlar yerinə yetirmir onların planlarını. Qaldı müntəzəm. Müntəzəm regulardır, regular. Təbii ki, regularly verəcəyik biz burada. Çünki regular burada müntəzəm sözü əməl etməyə, hərəkətə aid olduğuna görə biz bunu artıq zərf kimi verəcəyik. 11-ci cümləyə keçib buna görə so, that's why var, as a result var nəticədə. Məsələn, as a result yaza bilərik. Amma bu inşada istəyirəm because of this yazım. Bu sözü yadınıza saxlayın. Bu da 3 sözdən ibarətdir və buna görə də, bu səbəblə deməkdir. Bu səbəblə, buna görə bağlayıcı kimi verdik. Onlar vacib vəzifələri unuda bilər. Mübtədamız onlardır. Unuda bilər. Bilər təbii ki, can-dir. May də vermək olar. May, can, fərq etmir. İkisini də vermək olar. Adətən burada biraz onlar vacib vəzifələri unuda bilər. Ehtimal kimi danışır deyə. Bir var, mən tutaq ki, məsələn, qələm vasitəsilə yazı yaza bilərəm falan. Bu bacarıqdır. Amma ehtimal var burada sanki. Onlar vacib vəzifələri unuda bilər. Ehtimal verdiyinə görə may də olar. May də yaza bilərik. Fərqi yoxdur. Can də gedər. Unuda bilər. Unutmaq forgetdir. Diqqət edirsinizsə burada modal feildən istifadə etdik. Modal feilin işlənməyini mütləq bilin. İnşallah da hər zaman istifadə olunur. They may forget. Onlar unudur, yox, unuda bilər olur artıq. May-i və ya can-i yazmasaydıq, onlar unudur olacaqdı. Amma bu biraz təbii çıxmır. Onlar unuda bilər. They may forget. Onlar unuda bilər. Nəyi unuda bilər? Tamamlıq üçüncü gəlməlidir. Vacib vəzifələri. Important, məsələn, important verdik. Essential, vital və ya necessary. Məsələn, necessary vermək olar, lazımlı, edilməli olan kimi mənasında. Əhəmiyyətli mənasında digər sözlərdən istifadə edə bilərik. Çünki bir inşada eyni sözü sinonimlərini vermək daha yaxşıdır. Mən important yazım, amma yenə də nəzərinizdə qalsın. Important duties. Vəzifələr duty-dir. Təbii ki, y düşür, s olur cəmlənəndə. Y ilə bitən samitlə birlikdə gələn y ilə bitən sözlərin əksəriyyəti. Because of this, they may forget important duties. Bu da oldu bizim deməli. Cümləmiz tamamlandı. Yəqin ki, bir səhv olmadı. Yekun olaraq adətən in conclusion yazırıq. Nəticədə, yəni yekunda gündəlik plan həyatı daha asan və sakit edir. Gündəlik plan, a daily plan, hətta burada planning falan da yazmaq olar. Gündəlik plan mübtədamız həyatı sakit və asan və sakit edir. Ümumiyyətlə nəyisə çevirmək mənasında etmək o mənə əsəbi etdi, məsələn, sakit etdi. Etmək əsasən make-lə verilir. Təbii ki, burada makes olacaq mübtədamız tək olduğuna görə. A daily plan makes, edir, nəyi edir? Hətta burada sakit və asan deyil. Birinci, nəyi edir? Həyatı. Life, ümumi verdiyimizə görə artiklı verməyəcək. Çünki ümumi həyatdan sayılmayan bir abstrakt isim kimi danışırıq. A daily plan makes life. Gündəlik plan edir həyatı. Necə edir?
Burada da bir məsələ var, yadınızda qalsın. Bunu da bir qırmızı çərçivəyə alacağam. Deməli, daha asan və sakit. Burada daha sözü və-dən sonraki sakitə də aiddir. Səhvən easy and calm yazmayın. Easier. Daha var burada, çünki dahaya diqqət edin. Daha sakit, daha asan və and daha sakit. Calm sakit. Ümumiyyətlə günün sakit olmağı quiet səssiz falan mənasındadır. Amma calm sakit, dinc mənasında olduğuna görə bu daha uyğundur. Azərbaycan dilində daha sözü əvvəldə gələn hissəcilik olduğuna görə and-in və-nin hər iki tərəfinə aiddir. Amma er şəkilçisi ingiliscəsində daha hər bir sözə ayrıca verilməlidir. Easier and calmer. Yəqin ki bu cümlə bitdi. The daily plan makes life easier and calm. Burada bir məsələyə diqqət edin. Ümumiyyətlə make-lə deməli make-lə, bax bunu belə bu formada yazıram. Deməli, make-li ifadələr ki var, ən çox inşalarda istifadə olunan ifadələrdir. İngilis dilində tamamlıq make-lə sifətin arasına girir. Bax, burada tamamlığımız life idi. Edir həyatı, nəyi həyatı? Diqqət edilərsə, make-li ifadələrdə make əsasən sifətlə bir yerdə gəlir. Sifətlə və ya zərflə, əsasən sifətlə gəlir. Sifət və ya zərflə bir yerdə gəldikdə tamamlıq make-lə sifətin arasına girməlidir. Yəni burada bəzən şagirdə belə bilir. Asan və sakit edir həyatı. Asan edir sanki bir feil kimi make easier and calmer. Sonra life yazırlar. Bu səhvdir. Make-li ifadələrdə make-lə, hətta keep-də, find-da, make-də deməli tamamlıq feillə sifətin arasına girməlidir. Buna da diqqət edin. Bu qədər ümid edirəm öyrəndiyiniz bəzi şeylər oldu. Diqqətiniz üçün təşəkkürlər.